şəhid ailələri, bugünkü iftar süfrəsinə hamınız xoş gəlmişsiniz. Çox sağ olun. Öncəliklə bu zirvə restoranı rəhbərliyinə təşəkkür edirəm ki, həmişə Zəfər bayramında da, həmişə məni dəstəkləyiblər, gözəl süfrələrlə bizi qonaq ediblər. Çox sağ olsunlar, təşəkkür edirəm. Amin. Sizi də Allah canınızı sağ eləsin. Allah canınızı sağ eləsin. Allah sizləri qorusun. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Bizi birləşdirən şəhidlərimizə Allah rəhmət eləsin. Amin. Biz o şəhidlərin sayəsində bir ailə olmuşuq. Bir bacı, ana olmuşuq. Allah sizləri qorusun. Allah bu nə qalıb? Sayılı günlər qalıb Ramazan ayının bitməsinə. Allah həmişə bu gözəl bayramları bir yerdə keçirməyi nəsib eləsin. Ailələrinizlə, evlatlarınızın xoşbəxtliyini görəsiniz. Dövlətimizi Allah qorusun. Cənab Prezidentimizi Allah qorusun ki, bu əmin-amanlığı bizə yaşatdı. Amin. Şəhidlərin qanı hesabına olsa da, onun gücü səvərəsinə biz rahat yaşayırıq. Bir daha Allah hamımızı qorusun, Allah var eləsin, Ramazan bayramımız xeyirli gəlsin. Bir ay demək olar ki, biz dayanmadıq, iftar süfrələrində olduq. Dedim, son nöqtəni də özüm eləyim. Bir daha xoş gəlmişsiniz, xeyirli açılsın iftarınız, orucunuz xeyirli olsun, namaz qılanların Allah namazlarını qəbul eləsin, dualarınız həmişə bizimlə olsun, yaxşı işlərdə həmişə olan. Peşmançılıq Allah bizə qismət eləməsin. Amin. Amin. Xəstəsi olana Allah şəfa versin. Subay olana xeyirli qız yetirsin. Evdə qalanı varsa, yenə də Allah ona xeyirli qalasın. Allah hamımızı sevindirsin. Bu il üstə gedən nəvələr varsa, Allah xeyirli qəlb olandan oynasın. Öpürəm hər birisi. Var olasın. Sağ ol. Dualarımız sizinlədir. Çox sağ olun.